Salam müəllimlər, necəsiz? Hər vaxtınız xeyir olsun. Deməli, dərsimiz 6-cı sinifin 21, daha doğrusu 23-cü mövzusu olan tərəvəz xörəklərinin hazırlanma texnologiyasıdır. Gəlirik tərəvəzlərə, insan həyatında önəminə və hansı tərəvəzlər nə üçün bizə vacibdir, onları öyrənməyə. Deməli, insan sağlamlığı qidalanmasında əsas yerlərdən birini tərəvəzlər tutur. Tərəvəzlər, yəni sağlamlıq üçün vacib bir nüansdır. Tərəvəzlərin tərkibində orqanizmin normal fəaliyyəti üçün böyük miqdarda vitaminlər və mineral maddələr mövcuddur. Soğan, sarımsaq, turp kimi tərəvəzlərin tərkibində xəstəlik törədən bakteriyalar və göbələk viruslarının inkişafını ləngidən maddələr var. Testlərə çox zaman bu hissə düşür ki, hansı tərəvəzlərin tərkibində xəstəlik törədən bakteriyaların, göbələklərin, yəni inkişafına mane olan, yəni hansıların tərkibindədir? Bu deyirik ki, sarımsaq, soğan və turp. Göbələk, yəni bunları daha doğrusu sarımsaq, soğan və turpun tərkibində olanlardır ki, onlarda, yəni bu xəstəliklərin əmələ gəlməsinin qarşısını alan bir maddələr var. Tərəvəzlərin saxlanması və aşpaz emalı üçün vitaminlərin qorunmasını təmin etmək məqsədilə müəyyən qaydalara riayət etmək lazımdır. Bu qaydaları da əzbər şəkildə yadda saxlamağa çalışın. Hansılardır? Deməli, birinci tərəvəzləri müsbət 1 Selsi dərəcədən müsbət 3 Selsi dərəcəyə qədər temperaturda qaranlıq yerdə saxlamaq lazımdır. Deməli, bu həm tərəvəzlərin saxlanmasıdır, həm də aşpaz emalı zamanı vitaminlərin qorunması üçün olan vacib məqamlardır. Deyirik, tərəvəzləri müsbət 1, müsbət 3 Selsi dərəcəyə qədər qaranlıq yerdə saxlayırıq. Sonra ikinci, isti emal zamanı tərəvəzdə C vitamininin saxlanması üçün oksidləşən qabdan istifadə edilməməlidir. Edilməməlidir. Nə üçün? Bişən zaman, axı deyirik, bu həm bişirmə, aşpazlıq, həm də saxlama qaydası olduğuna görə deyirik ki, həm isti emal zamanı tərəvəzlərdə C vitamini itməsinin saxlanması üçün oksidləşən qabdan istifadə edilməməlidir. Belə də düşə bilər ki, üst qatı olmayan metaldan istifadə edilməməlidir. Sonra üçüncü isə tərəvəzləri duz qatılmış qaynayan suda bişirmək lazımdır. Tərəvəzləri duz qatılmış qaynayan suda bişirmək lazımdır. Şorbalar üçün nəzərdə tutulmuş soğan, yer kökü, ağ soğanaqları olan cəfəri, kərəviz və s. bu tərəvəzləri qaynatmazdan əvvəl yağda qızartmaq lazımdır. Məsəl üçün, adi şorbalar bişirəndə özümüz də evdə necə edirik? Soğanı qovururuq, yer kökünü qovururuq, soğanaqları olan cəfəri, kərəviz, yəni bunları qovurub sonra hazırlayırıq ki, yəni daha dadlı olsun deyə. Yəni bu hissədən baxsaz, yadda saxlaya bilər ki, soğandır, yer köküdür, bunları bilirik. Özümüzə, uşaqlara su falan, şorba hazırlayanda istifadə edirik. Bir də burada deməli cəfəri, bir də kərəviz var ki, bunları da əvvəlcədən yağda qızardırıq. Və sonuncu, dördüncü isə bişirilmə zamanı tərəvəzlərin hava ilə təmasını maksimum azaltmaq lazımdır. Bunun üçün də tərəvəzlərin üzəri su ilə tam örtülməli, qazanın qapağı ağzı bağlı formada olmalıdır. Deməli, necə deyirik? Deməli, deyirik ki, tərəvəzlərin üzəri su ilə tam örtülməli, yəni tam su ilə örtülməlidir. Qazanın qapağı sıx formada bağlanmalıdır. Sonra aşpazlıqda tərəvəzlərdən istifadə edilmə üsuluna görə bir neçə qrupa bölünür. Baxın, bu isə tərəvəzlərin qrupa bölünməsidir. Bu cədvəlin içərisini də mütləq əzbər formada bilirik. Nə deyir? Burada tərəvəzlər qrupudur. Meyvə köklər, kök yumrusu, kələm fəsillər, qabaq fəsillər, paxla, quş üzümü, yarpaqlar və soğanaqlılar. İndi birinci meyvə köküllərdir. Meyvə köküllərdə şalğam, çuğundur, yer kökü, turp, qırmızı turp, soğanaqlı cəfəri və kərəviz. Kök yumrusunda isə kartof, yer badamı, batat, yəni şirin kartof. Kələm fəsillər, ağ və qırmızı kələm, gül kələm. Görürsünüz, burada hamısı kələmlərdir. Sonra qabaq fəsillərdə də eyni Yunan qabağı, adi qabaq və xiyar.
Bu qabaq fəsillərə aiddir. Paxlallar nə idi? Lobya, noxud, lobya, noxud, paxla, bir də ki yer fındığı. Yer fındığı necə olur? Bilirsiniz ki, o necə deyirlər ona? İçərisində yəni dənələri olur da, dənə formasındadır. Yəni lobyanın da içərisində təmizləyəndə dənə formasındadır. Yer fındığı da həmçinin. O da dənəli olur və bunu da bu formada yadda saxlayırıq. Sonra quş üzümünə, quş üzümünə yenə bu üç bacıdır bunlar. Nədir? Pomidor, biber, badımcan. Yarpaqlarda çahı və vəzərini, yarpaqlarda, yəni istifadə etdiyimiz yarpaqlar, çahı və vəzər, yediyimiz salat kimi, yaşıllıq kimi, çahı, vəzəri, soğanaqlarda isə baxın, bunlar hamısında soğan sözünü görəcəksiniz. Bu hissənə, soğanaqlarla yer kökləri, meyvə kökləri daha doğrusu, üzrlü sayın, bəziləri var ki, burada bir-birinə oxşuyur. İndi necə fərqləndirəcəyik? Deməli, soğanaqlarda hamısında soğan sözünü görəsiniz. Deyir ki, şalğama oxşar soğan, sarımsaq, soğanaqlıqda bilirsiniz, sarımsaqla soğan demək olur ki, eynidir. Şalğama oxşar soğan deyirsə, soğanaqlıya aiddir. Sonra amma burada baxın, soğanaqlı cəfəri deyirsə, bu meyvə köklərə aiddir. Şalğam tək deyirsə, bu meyvə köklərə aiddir. Amma şalğama oxşar yanında soğanı varsa, bu soğanaqlılardır. Sarımsağı da bilirik, soğan fəsillərinə aiddir. Bir də kəvər. Kəvər də adətən soğan formasında biraz daha ondan kökü qalın olur. Baxın, o isə kəvər sayılır. Yəni mənim bildiyim qədərilə kəvər odur. Bu da belə. Deməli, burada qaldı kök yumrusu. Kök yumrusu məsələn kartof harda bitir? Kökü yerin altındadır. Kök yumrusun. Yadda necə saxlayırıq? Kökü yerin altındadır kartof. Yəni yerin altında bitir də, daha doğrusu belə desək. Yer badamı yerin altındadır. Batat da elə kartofun şirin kartof deməkdir. Yəni bu ikisi eyni bir şeydir. Eyni bir şeydir. Bir burada yer badamı, yer badamını əlavə olaraq yadda saxlayacaq ki, yer badamı da bu da aiddir kök yumrusuna. Yəqin ki, yadda qalar. Yadda qalmayan nə olsa dəstəyini izah edəcəm sizə. Sonra tərəvəzlərdən müxtəlif çeşidli əsas xörəklərlə yanaşı, həm də balıq, ət üçün qarniyerlər də hazırlanır. Qarniyer nədir? Qarniyer ət və balıq xörəklərinə əlavə olunmuş bişmiş tərəvəzlərdir. Nədir? Bişmiş tərəvəzlərdir. Tərəvəzlərin istemalının əsas üsullarına müxtəlif qaynatma və qızartma növləri, kombinə edilmiş emala isə pörtlətmə və qızartma aiddir. Deməli, deyir ki, tərəvəzlərin isti emalına əsas üsullar. Deməli, bu üsullar nədir? İsti emal üsuludur. Hansıdır? Qaynatma, qızartma 1. Bu hansıdır? Bu isti emaldır. Qaynatma və qızartma. Kombinə edilmiş emala isə pörtlətmə və qızartma. Baxın, qızartma hər ikisində də var. Birində qaynatma, qızartma deyirik. O birisində sanki pörtlətmə, qızartma deyirik. Amma qızartma ikisində də var. Birində qaynatma, isti emalda qaynatma, qızartma, isti emalda. Amma kombinə edilmişdə pörtlətmə, qızartma kimi yadda saxlayırıq. İndi gəlir qaynadılmış tərəvəzlər, qızardılmış tərəvəz. Bunlar hansı formada olur? Qaynadılmış tərəvəzlər adından göründüyü kimi böyük miqdarda mayedə hazırlanır. Suda, süddə, ət suyunda bişirilmiş tərəvəzlər qaynadılmış tərəvəzlər hesab olunur. Qızardılmış tərəvəzlər mayesiz, yağ əlavə edərək isti emal yolu ilə hazırlanmış tərəvəzlərdir. Mayesiz deyirsə, bu qızardılmışdır. Yağ əlavə edilmiş qalın dibli tavada, ərinmiş bol yağda, sobada və yaxud da ki, saxsı qablarda qızartmalar ən geniş yayılmış üsuldur. Qızardılmanın ən geniş yayılmış üsulu nədir? Əridilmiş bol yağda, sobada və saxsı qablarda qızartmalar ən geniş yayılmış üsullar hesab olunur. Sonra pörtlədilmiş tərəvəzlər. Burada deyir ki, əvvəlcədən yarım hazır vəziyyətə qədər qaynadılır və ya qızardılır. Pörtlədilmiş tərəvəzlərdə əvvəlcə qaynadılır, yarı hazır vəziyyətə qədər qızardılır. Sonra isə xama və yaxud da ki, ət şirəsi əlavə etməklə 200-300 Selsi dərəcədə sobada bişirilir. Bu nədir? Bu sobada bişirilmiş tərəvəzlərdir.
Həmçində deyir ki, bişirilməmiş çiğ tərəvəzlər də sobada bişirmək olar. Yəni ola bilər ki, heç onları əvvəlcədən yarı hazır vəziyyətə qədər çatmasın. Yəni hazır emal olmamışdan, ilk emaldan əvvəl də, yəni çiğ formada da sobada bişirmək olar. Bir də deyirəm, pörtlədilmiş tərəvəzlər əvvəlcədən yarı hazır vəziyyətə qədər qaynadılır və yarı hazır vəziyyətə qədər qızardılır. Qaynat, sonra qızardırıq. Bu sobada bişirilmiş. Sanki ət falan, nə bilim, belə bir biraz çətin bişən ət olanda necə onu əvvəlcədən biraz pörtlədirik. İndi pörtlət demirəm, qaynadırıq. Sonra qoyuruq sobada bişiririk ki, daha tez bişsin, daha vaxta qənaət olsun. Bunu da sobada bu formada yadda saxlayırıq ki, qaynadırıq. Yarı hazır vəziyyətə çatana qədər qızardır. Sonra isə xama və ət şirəsi əlavə etməklə 200-300 Selsi dərəcədə sobada bişiririk. Sonra közlərində bişmiş tərəvəzlər adidir. Yəni badımcan, pomidor közdə necə bişirik, kabab kimi onu deyir. Burada isə deyir öncə közün üzərində bişirilir. Bunu yadda saxlayın. Qabıqları təmizlənir, doğranır və süfrəyə verilir. Hazırlanma üsulundan asılı olmayaraq tərəvəzlər bir neçə ilkin emaldan keçir. İlkin emallarda ardıcıl formada yadda saxlayırıq. Birinci növlərə ayırırıq. Bunu ardıcıl. İkinci yuyuruq. Üçüncü təmizləyirik. Dördüncü doğrayırıq. Deməli, birinci üsul nə oldu? Növlərə ayırma. 2 yuma, 3 təmizləmə, 4 doğrama. Birinci üsul oldu növlərə ayırma. Bunun adı nədir? Bu üsulların adı necə gedir? Bu üsulların adı gedir həmin bu tərəvəzlərin ilkin mərhələdən, yəni ilkin mərhələsi, ilkin emaldan keçirilmə üsulu. Deməli, tərəvəzlər keyfiyyətinə, yetişmə dərəcəsinə və ölçülərinə görə seçilir. İlk növbədə yarpaq, budaq və tumurcuqlar seçilərək ayrılır. Sonra qidaya yararsız olanları çürümüş, çal, çox yetişmiş, solmuş tərəvəzlər seçilir və kənarlaşdırılır. Bu nə oldu? Keyfiyyət, yetişmə dərəcəsi və ölçüsünə görə seçilir görürsə, deməli bu növlərə ayırmadır. Keyfiyyət, yetişmə dərəcəsi və ölçüsünə görə. Yuma. Sonra yumada nədir? Çirkli, torpaq qalıqları, müxtəlif kimyəvi maddələr yuyulub təmizlənir. Yumanı görən kimi biləcəksiniz ki, yuyulub təmizləndiysə bu yumadır ikinci mərhələdə amma. Təmizləmə. Təmizləmə meyvə və tərəvəzi yeməyə yararsız, zədələnmiş və az zədələnmiş hissələri kənarlaşdırılır. Və tərəvəzlərin qabığı soyulur. Soyulur, biz nə edirik? Tərəvəzi təmizləyəndə adətən qabığını soyuruq da. Bunu təmizləməyə aid edirik. Qabığın soyur görürsə, demək bu təmizləmədir. Amma deyir, yadda saxlamaq lazımdır ki, qabığın altında ən dəyərli qiddalar var, maddələr var. Ona görə də onu çox qalın yox, nazikdən soymaq lazımdır. Deməli, təmizləmədə necə dedi? Üçüncü mərhələ. Meyvə və tərəvəzin yeməyə yararsız, zədələnmiş, sanki belə deyim də, ayırırıq. Yaxşını pisdən ayırırıq, təmizləyirik. Sonra bir də az zədəli hissələri kənarlaşdırırıq. Yəni kəsib atırıq, yararsızsa kəsib atırıq. Bəzi hissələrin qabığını soyuruq, sanki onu təmizləyirik. Elə adında olduğu kimi. Sonra isə təmizləmədən sonra tərəvəzlər təkrar yuyulur. Əgər bir söz deyim. Əgər siz görsəz ki, sizə bu formada emal növlərinin adları verilib, deyir sırayla düzün. Növlərə ayırma, yuma, təmizləmədən sonra bir daha yuma görsəz, çünki burada da deyir ki, abzasdan görürsünüz, tək bir cümlə verib ki, təmizləmədən sonra tərəvəzlər təkrar yuyulur. Görürsünüz, tərəvəzlər deyir ki, niyə belə oldu? Tərəvəzlər təkrar yuyulur. Tərəvəzlər təkrar yuyulursa əgər, demək yəni bu mərhələlərin ardıcıllığı ola bilər. Amma ki, yox görsəz ki, bu hissə yoxdur. Sadəcə 4 dənə verib növlərə ayırma, yuma, təmizləmə, doğrama, ardıcıl kimi növlərə ayırma. Bir də deyirəm, yəni bu ardıcıllıqdır. Düşünmün ki, bir yerdən təmizləmə yazar, bir yerdən yuma. Yox, bu ardıcıl düşsə. Növlərə ayırma, yuma, təmizləmə, doğrama. Belə götürürsünüz. Yox, görürsünüz ki, orada 5 dənə təmizləmədən sonra və təmizləmədən əvvəl yuma varsa, yəni yumanı görürsə 2 yerdə, bilin ki, İkisini də götürmək lazımdır. Yəni 5 dənədirsə bu zaman artıq yumanı 2 dəfə verəcək. 2 dəfə veribsə götürdük.
Yəni görürük ki, növlərə ayırma, yuma, təmizləmə, təmizləmədən sonra bir də yuma, sonra doğrama varsa belə götürür. Yox, görürsə yuma ilə bir dənə verib təmizləmədən sonra o formada da götürür. Yəni hər ikisi də düzgün hesab olunur. Sonra dördüncü doğrama. Doğrama yeməyə cəlbedici xarici görünüş vermək, eyni bərabərdə istemal etmək üçün əvəz olunmaz. Yəni təmizlənmə üçün meyvə və tərəvəzləri doğramaq, ona belə deyək ki, gözəl görünüş vermək üçün də doğrama vacib bir əməliyyatdır. Sonra doğrama da sadədir, yəni onu da görən kimi biləcəksiniz. Tərəvəz salatının hazırlanma texnologiyası var. Salat nədir? Salat bir və ya bir neçə tərəvəz növündən, həmçinin tərəvəzlərin ət, balıq, bişirilməsindən ibarət soyuq bir yeməkdir. Deməli, salat nədir? Soyuq bir yeməkdir. Salat hazırlayarkən çiy, qaynadılmış, marinə qoyulmuş duzlu tərəvəzlərdən də istifadə olunur. Bunu da bilirik. Necə tərəvəzlər həm çiy ola bilər, həm qaynatdığımız tərəvəzlər olur, həm də yəni yağda azca qovurduğumuz tərəvəzlərdən də, yəni salatlar, həmçində duzlu tərəvəzlərdən də istifadə edə bilərik. Məsələn, turşuya qoyulmuş kələmdir, xiyardır. Yəni bunlar özü də salatların tərkibində istifadə olunur. Sonra tərəvəzlərin doğrama formaları var. Tərəvəzlərin doğrama formalarında yadda saxlayırıq hansı formaya aiddir. Baxın, bunlar, yəni bunların formalarıdır. Birinci, tircik. İkinci, dairəvi. Üçüncü, nazik saman çöpləri. Baxın, görsə həqiqətən nazik çöp kimidir. Dördüncü, kvadrat. Beşinci, kub. Altıncı, dilim. Yeddinci, halqa. 8-də isə yarım halqa. Baxın, bu dairədir. Bu halqadır, amma bu yarım halqadır. Bu nədir? Saman çöpləri. Sonra dilim. Görürsünüz, dilim doğranıb. Kub, kvadrat və tircik. Çox sadədir. Baxsaz həm şəklə, həm burada yazılarına baxsaz, yəni ki, yadda əzbər qalacaq. Yəni qarışdırmayacaqsınız. Sonra burada tərəvəzdən hazırlama texnologiyası bir neçə mərhələdən keçir. Burada da vacib biləcəyimiz hissələr var, ardıcıllıqlar var. Bu dərs sadə dərs kimi görünsə də biraz xırdalıqla çoxdur. Deməli nədir? Tərəvəzlərin hazırlama texnologiyası bir neçə mərhələdən keçir. Birinci, tərəvəzlərin ilkin emalı. İkincisi, tərəvəzlərin doğranması. Sonra üçüncü, həmin o xama, mayonez bunları bir yerdə qarışdırıb hazırlayırıq. Sonra indi mən başdan danışaq necə olur. Yəni ardıcılda salatın hazırlanma formasını sanki deyir. Birinci deyir onu ilkin emalıdır. Yəni ilkin emal nə idi? Növlərə ayırma, təmizlə, doğra. Yəni bunlar. Sonra deyir ki, tərəvəzləri doğrayırıq. Neyinirik? Tərəvəzləri doğrayırıq. Bu nə oldu? Salatın hazırlanma texnologiyasının mərhələləri. Doğradıq. Doğramada deyir necə olur? Deyir bütün bu salat tərkibinə daxil olan tərəvəzlər eyni formada tikələr şəklində doğranır. Belə olduqda onlar dadı salata cəlbedici olur. Yəni salata cəlbediciliyi və iştah açan olur. Üçdə nə edirik? Adətən biz özümüz də salat, elə ki özümüz salat hazırlayırıq. Təmizlədik tərəvəzləri. Onları doğradıq. Səliqəli formada doğradıq. Qaynatdıqsa qaynatdıq, pörtdətdiksə pörtdətdik. İndi ilkin emalını keçdik. Sonra nə edirik? Salata xamadsa xama, mayonez, bitki yağı, indi bizim istifadə elədiyimiz belə deyək, salat növündən asılı olaraq bunları qarışdırırıq. Yəni bunlar yağ falan əlavə edib süfrəyə veririk. Lazım gəldikdə deyir ki, adi, yəni bu 3 mərhələ bunun ən belə deyək də vacib hissəsidir. Deyir lazım gəldikdə salata bitki yağı, həmçinin sirkə, duz, istiot, şəkər, xardal tərkibinə, yəni xardal tərkibli hazır qatmalar da deyir əlavə edə bilərik. Bu da belə. Dördüncüdə deyir ki, doğranmış tərəvəzlərin qırılıb əzilməməsi üçün salatlar ehtiyatla qarışdırılır. Baxın, birincidə nədir? Mayonezin, xamasın, bitki yağıdsa, duzun, istiotun, hər şeyində sirkə deyir, əlavə etmək də olar. Şəkər, xardal da deyir, olur. Yəni bunlar əlavətdə, bunları da qarışdıra bilərik onların tərkibinə. Bu 3-dür. 4-də deyir ki, yəni artıq vurmuşuq mayonezin falan hər bir şeyini. Həmin bu deyir tərəvəzlər qırılmaması üçün salatı ehtiyatla qarışdırırıq. Yəni bunu vurandan sonra təbii ki salatı qarışdırırıq ki, bir-birlərinə yəni dadları keçsin.
4-də salatın qırılmaması üçün ehtiyatla qarışdırırıq. Sonra 5-də isə salatı xüsusi qablara qoyub üstünü bəzəyirik. Yəni bu qədər sadə bir şeydir. Sonra salatlar yalnız onların tərkibinə daxil olan ərzaqlarla, həmçinin cəfəri, şüyüd, kərəviz, kahı ilə bəzəmək olar. Deməli, salatı nə ilə? Yalnız onların tərkibinə daxil olan ərzaqlarla, həmçinin də cəfəri, şüyüd, kərəviz, kahı ilə də bəzəmək olar. Daha sonra hazırlanmış salat qısa zamanda süfrəyə verilir. Turşu, yəni C vitamini sabitləşdirdiyi üçün, xırdalanmış tərəvəzlərə dərhal bitki yağı, xama, sos əlavə olunur. Deməli, C vitaminini sabitləşdirdiyi üçün turşu, ona nə əlavə olunur? Bitki yağı, xama və sos əlavə edilir. Bitki yağı, xama və sos nəyə? Turşu C vitamini sabitləşdirdiyi üçün, yəni C vitamini sabitləşdirdiyi üçün deyə bilmədim. Sonra rahat olsun deyə salatı 2 çəngəl və yaxud da ki, qaşıqla qarışdırırıq. 2 çəngəl və yaxud da ki, 1 qaşıq, 1 çəngəllə də qarışdırırıq. Hazırlanmış salat qaba təpə formasında yığılır. Daha sonra menünü düzgün tərtib etmək üçün yadda saxlamaq lazımdır ki, qızardılmış ət və balıq xörəkləri hansı qızardılmış. Qarniyir, yəni bunlar üçün qarniyir nədir? Qaynadılmış tərəvəzlərdir. Qızardılmış ət və balıq xörəkləri üçün qarniyir olaraq qaynadılmış tərəvəzlərdən istifadə olunur. Yenə də burada təhlükəsizlik qaydalarına özünüz baxırsınız, baxın. Mütləq də soruşacağam hamısını sizdən. Yəni belə mən özüm baxıram. Yəni təhlükəsizlik əllə, buxarla, yanıqlardan da ehtiyatlı olun. Yəni yaxşı yuyun, sadə bir şeylərdir. Yəni 2 dəfə oxusaz yadda qalacaq. Sonra burada baxın başqa nə var? Burada praktik iş kimi yer kökü, çuğundur, daha doğrusu nədir bu? Yer kökü salatının sanki bir reseptini verib. Bunu yadda saxlayın ki, yerkökü salatına hansı ərzaqlar gedir? Yerkökü salatına çuğundur, qoz, sarımsaq, bir diş yəni sarımsaq, duz, mayonez. Yəni bu resursları heç olmasa yadda saxlamağa çalışın. Avadanlıq və tərtibat olaraq bıçaq, doğramaq üçün altlıq taxta, kasa və sürtkəz. İndi burada da bunun ardıcıl formasında verib. Düşünürəm ki, baxmaq lazımdır bu hissəyə də müəllimlər. Bu hissəyə də bir göz atarsınız, yadınızdan çıxmasın. Çünki burada sanki biraz ardıcıllıq var. Deyir, yer kökünü qaynat, sonra 40 dəqiqə çuğundurdur. Yer kökü, yəni çuğundur salatında yəqin ki, qaynatmaq 40 dəqiqə, sonra sürtkəzdən keçirdirik. Sonra sarımsağı doğrayırıq, qarışdırırıq. Hər birini mayonezdir, qozu xırdalayırıq. Hər birini qarışdırırıq sonda, yəni bu demək ki, hər biri burada gəlir, qarışır. Sonra da süfrəyə veririk. Bu belə, amma yenə dediyim kimi, çalışın buradakı əsas vacib hissə, sizdən bunu soruşacağam ki, resurs olaraq nə qədər ərzaqlardan istifadə olunur və hansı ərzaqlardan. Bir də qaynadırıq yer kökünü 40 dəqiqə. Buna da baxırıq. Belə müəllimlər, bu qədər.